Bu ölkədə yazmaq cəsarət tələb edir. Hazırda da həmin cəsarəti göstərən jurnalistlər var. Həbs olunsalar da, təzyiq görsələr də. Bu Abzas Medianın baş redaktoru Sevinç Vagif qızının həbsxana divarları arxasından yazdığı sözlərdir. Bugün artıq o, 3 ildir ki, öz doğum gününü dəmir barmaqlıqlar arxasında keçirir. 1989-cu il iyulun 5-də dünyaya göz açan jurnalist, ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirərək başa vurub. 2009-2013-cü illərdə Bizim Yol və Azadlıq qəzetlərində çalışan Sevinç Vagif qızı 2013-cü ildən Meydan TV-də reportyor kimi fəaliyyətə başlayıb. O fəaliyyəti dövründə dəfələrlə təqib və təzyiqlərə məruz qalıb. Meydan TV-nin işi ilə bağlı çağırmışlar, mən bir dəfə bununla bağlı. 2015-ci ildə Meydan TV-nin rəhbərləri barəsində cinayət istintaqı başladılarkən, o da şahid qismində Baş Prokurorluğun ağır cinayətlərin istintaqı idarəsində dindirilib və ölkədən çıxışına 4 il qadağa qoyulub. 2020-ci il mayın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Sevinç Vagif qızıya qarşı tətbiq edilən qadağanın qanunsuz olduğuna qərar verib. 2018-ci il növbədənkənar prezident seçkiləri zamanı seçki saxtakarlığını lentə aldığına görə məktəb direktoru onu məhkəməyə verib. Nəticədə jurnalist cərimə edilib. Eşidim, şəhqanı oğurlayıblar, xoşlarına gəlməyib. Sevinç Vagif qızı 2019-cu ilin yanvarında peşə fəaliyyətini yerinə yetirən zaman tutulub. 10 saatdan çox Nizami rayon 24-cü polis bölməsində saxlanılıb. Bax, bu əlimi çox vurdu, saxladı. Bir 5 dəqiqə əlində vurdu, saxladı. 2020-ci il fevralın 11-də parlament seçkilərinin nəticələrinə etiraz edən bir qrup deputatlığa namizəd və ictimai fəalın MSK-nın inzibati binası qarşısında aksiyasını işıqlandırarkən polis zorakılığına məruz qalıb. Əl və üz nahiyəsindən xəsarət alıb. Hökumətə o ixtiyarı verməmişəm ki, məni izləsin, mənim danışıqlarım. Bir il sonra Azərbaycan hökumətinin onun telefonunu İsrailin Pegasus casus proqramı vasitəsilə 2019-cu ildən etibarən gizli şəkildə izlədiyi müəyyən edilib. Sevinç Vagif qızı 2022-ci ildən etibarən Abzas Medianın baş redaktoru vəzifəsini icra etməyə başlayıb. Onun rəhbərliyi altında Abzas Mediada Prezident İlham Əliyev və onun ailə üzvləri, Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi Bəylər Əyyubov, DTQ rəisi Əli Nağıyev və digər yüksək çinli məmurların biznes imperiyaları, Qarabağdakı yenidən qurma işlərində yol verilən korrupsiya halları, eləcə də dövlət vəsaitinin qeyri-qanuni sərf edilməsindən bəhs edən korrupsiya araşdırmaları dərc edilib. Həbsdə olduğumuz halda belə bu iş davam etdirənlər var və düşünməsinlər ki, tək şəxslər... Sevinç Vagif qızı 2023-cü il noyabrın 21-də Abzas Media işi çərçivəsində saxlanılıb. Elə həmin gün Xətai rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, əvvəlcə iş üzrə təqsirləndirilən digər şəxslər kimi qaçaqmalçılıqda ittiham edilib. Daha sonra cinayət işinə yeni 6 maddə də əlavə edilərək ittihamlar ağırlaşdırılıb. 2025-ci il iyunun 20-sində 9 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi və Ali məhkəmə bu hökmü qüvvədə saxlayıb. Sevinç Vagif qızına vermək barədə qərar qəbul edildi. Sevinç Vagif qızı həbsi dövründə Nərgiz mükafatına, Sərhədsiz Reportyorlar Təşkilatının Cəsarət mükafatına, Fransa Xarici İşlər Nazirliyinin təsis etdiyi Anna Politkovskaya, Arman Solden jurnalist cəsarəti beynəlxalq mükafatına layiq görülüb. ABŞ Dövlət Departamenti onu antikorrupsiya çempionu elan edib. 2025 və 2026-cı illərdə Vahid Azad Mətbuat Koalisiyasının 10 ən vacib siyahısına daxil edilib. O, məhkəmədəki son sözündə deyib. Çıxışın sonunda adətən hakim heyətindən azadlıq istəyirlər. Amma azad olmayan hakimlərdən ittiham olunan 7 jurnalistə necə azadlıq istəyə bilərəm? Proses boyunca sizə hörmətli hakim deyə müraciət etməyimizi istədiniz. Amma buna nail olmadınız. Çünki hörmətli hakim olmaq üçün ədalətli olmaq lazımdır. Ədalətli olmaq üçün də azad. Axı azadlıq həm də əxlaq məsələsidir. Azad olmayan insan əxlaqlı ola bilmir. Ümid edirəm nə vaxtsa daxilinizdə hördüyünüz həbs divarlarını uçurub azadlığa çıxarsınız. Biz isə onsuz da azadıq.